və əslində demək məlum o hörümçək toru əməliyyatı məsələsi bütün dünyanın diqqətindədir. Hərbi arsenala verilmiş olan bir mesajdır. Zelenski deyir ki, hörümçək toru əməliyyatına 117 dron operatoru cəlb edilib. Bəli, hörümçək toru xüsusi əməliyyatı zamanı 117 drondan istifadə edilib və onları eyni sayda operator idarə edib. Telegraf xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski axşam video müraciətində bu barədə bildirib və deyib ki, əminliklə deyə bilərik ki, bu tamamilə unikal bir əməliyyatdır. Ən maraqlısı isə artıq bunu açıq şəkildə demək olar. Rusiya ərazisindəki əməliyyatlarımızın ofisi onların vilayətlərindən birində Rusiya Federal Təhlükəsizlik Xidməti İdarəsinin bilavasitə yaxınlığında yerləşirdi. Meydan oxuyur Zelenski. Fikir verirsinizmi? Deyir, yəni bizim əməliyyatımızın ofisi də məhz onların FTX, yəni Federal Təhlükəsizlik Xidmətinin idarəsinin bilavasitə yaxınlığında yerləşirdi. Yəni gəlib qulağınızın dibinə qədər çatmışıq. Əlimizdən gələni də edirik. Meydan oxuyur Zelenski. Zelenski Rusiyanın strateji raket daşıyıcılarının 34%-nin məhv edilməsi barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatlarını da təsdiqləyib. Onun sözlərinə görə hazırlıq mərhələsində əməliyyatı icra edən şəxslər Rusiyanın müxtəlif bölgələrində 3 saat qurşağında fəaliyyət göstəriblər. Lakin əməliyyatdan əvvəl onlar Rusiyadan çıxarılıb və indi isə təhlükəsizlikdədirlər.